Bugün də məqsədimiz sizə faydalı olmaqdır. Hər kəsə bu mövzularla yardımcı olmağımız şərtdir. Yəni özümüzə qoyduğumuz bir şərtdir və hal-hazırda studiyamızın çox dəyərli bir həkim qonağı var. Professorumuz, tibb elmləri doktoru, əməkdar həkim, oftalmoloq Rasim Hacıyev. Xoş gördük sizi, doktor. Çox sağ olun, çox. Necəsiz? Çox sağ olun, yaxşıyam. Hər zaman yaxşı olun və bilirəm ki, doktor hər zaman çox maraqlı mövzularla qarşımızda olur. Bir daha qeyd edirəm, dəyərli doktorumuz, professor, tibb elmləri doktoru, əməkdar həkim, oftalmoloq, akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzinin refraksiya patologiyası və oftalmoergonomika şöbəsinin rəhbəridir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professorudur. Hat Medicine klinikasının direktorudur. 3 monoqrafiyanın və 86 elmi məqalənin müəllifidir. Əlaqə nömrəsi 051 552 52 34 012 437 52 34. Bütün göz tibi xəstəliklərinin müalicəsi ilə bağlı dəyərli professorumuza müraciət edə bilərsiniz. Həm Hat Medicine klinikasında, həmçinin də akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində pasiyentləri qəbul edir. Əminəm, indi bir sual verdiniz. Görəsən, bugün dəyərli professorumuzla Sağlam Günayda hansı mövzu müzakirə ediləcək? Buyurun, izləyin. Təhlükəli göz xəstəlikləri hansılardır? Hansı hallarda həkimə müraciəti gecikdirmək olmaz? Professor Rasim Hacıyevi dinləməklə suallarınıza cavab tapacaqsınız. Bəli, göz xəstəlikləri və ümumi xəstəliklərlə əlaqəsi Rasim doktor elə verilişimizə gələr-gəlməz çox maraqlı bir mövzuda danışacağını qeyd elədi. Buyurun, eşidirik sizi, doktor. Deməli, görürsünüz ki, siz oftalmoloqları çağırırsınız öz verilişinə, stomatoloqları çalışırsınız, orada implant barədə danışırlar. Gastroenterologlar ancaq mədə bağırsaqla məşğul olurlar, ürək həkimləri ürəklə məşğul olurlar. Amma deməli, bizim bədənimiz bir vahid kimidir də, onlar eynidir və hər kəsin, məncə gələcəkdə bu spesializasiya olacaq, amma o dərəcədə deyil. Oftalmoloqlar da məncə gastroenterologiyanı yaxşı bilməlidirlər, urologiyanı yaxşı bilməlidirlər. Çünki hər şey biri ilə bağlıdır. Biz, siz deyirsiniz də, atrofiya düzdür, çoxdan 30 il ki biz müalicə edirik, görməsin atrofiyası, amma atrofiyası müalicə edəndə əsas balaca uşaqları, körpə uşaqları. Doktor deyir, bu göz başladı görməyə, amma başı başlayıb saxlamağa, hərəkət başlayıb eləməyə. Hamıda, əgər biz körpələri müalicə ediriksə, onlar nevroloji da xəstəliklərdə xeyli yaxşılaşır. İrəliyiş olur. Yəni, doktor, bunu demək istəyirsiniz ki, heç yeriməyən bir uşaq sizin göz tibi, məsələn, atrofiyasından danışdıq, göz sinirinin atrofiyasının müalicəsini etdikdə, onda həm hərəkətdə irəliyiş olur, həmçinin də o sinir mənşəli xəstəliklərdə daha da yaxşılaşır. Bu, birinci dəfə olmuşdu, 30 il bundan qabaq təzə-təzə başlamışıq atrofiyanı müalicə eləməyə. Körpə gəlmişdi 4 aylıq, 5 aylıq. Nə görürdü, nə hərəkət eləyirdi, nə ağlayırdı, elə bir ət kimi oturmuşdu da. Biz onu atrofiyanı müalicə elədik, anası, o videoda mən çəkmişdim 30 il bundan qabaq, bu video var məndə. Doktor deyir, neynəmişsiniz? 10 gündən sonra başladı qışqırmağa, ağlamağa, hərəkət eləməyə, gülməyə. Görürsünüz ki, bütün xəstəliklər... Bizdə onun görüntüləri də var. Bəli, amma elə istəyirsiniz, baxaq, əyani şəkildə haqqında danışaq. Bu da, deməli, bu uşaq gəlmişdi 1 il bundan qabaq Qazaxıstandan, nə görürdü, nə hərəkət eləyirdi. Mən də müalicə eləmək istəmirdim, gec gəlmişsiniz. Müalicəni elədim. Müalicə eləyəndən sonra başladı nəsə görməyə, eləməyə. 1 ildən sonra gəlirlər, doktor deyir, sizdən sonra deyir, başladı hərəkət eləməyə, gəzməyə, gülməyə və s. Yəni, orqanizm tam bir sistemdir, doktor dediyi kimi. Biz bu barədə danışmışıq sizlə də. Hər şeyinin bir-biri ilə bağlı var. Məsələn, uşaqların hansı xəstəliklər olur, dəfələr demişik sizlə, deməli, konjunktivit xəstəlikləri, quru göz simptomları oxşardılar. Bahar qatarı olur, bahar qatarı əsas... Gözlər qızarır, qaşınır, ancaq uşaqlarda olur bahar qatarı, əksəriyyət, bahar qatarı. Amma